Xeyir olsun əziz müəllimlərim. Bu sualı dərsimizdə işləmişdik biz. Elda müəllimim, Gözəl müəllimim xahiş elədi ki, yenidən izah eləyim. Mən də dedim, ay müəllimim, gözlərim üstə və sizə də göndərdim ki, siz də baxıb yararlanasınız, fikrinizi bildirəsiniz. 4 fərqli riyaziyyat kitabı və 3 fərqli fizika kitabı bir dəfə düzülməlidir. Baxın, belə fikirləşək ki, riyaziyyat kitablarını düzdükdən sonra 1, 2, 3, 4 dənə riyaziyyat kitabıdır. Bunların bax bu tərəfinə, bu tərəfinə, bu tərəfinə, bu tərəfinə, bu tərəfinə fizika, əvvəlinə və axırına, ortadakı boşluqlara fizika kitablarını düzə bilərik. 5 dənə yer var. Bax 1, 2, 3, 4, 5. 5 yerdən, üzr istəyirəm, 5 yerdən 3-ünə fizika kitabı qoyacağıq. Nəyə görə kombinizon olmur, permutasiya olur? Çünki 7-ci sinif fizika kitabı, 8-ci sinif və 9-cu sinif fizika kitablardır. Fərqli kitablardır. Bunların təbii ki, düzülüşlərini qoyanda, fərq olanda yenidir permutasiya ilə hesablayırdıq. Ümumi bunu hesabladıq. 5 vuraq, 4 vuraq, 3. Bu da elədi 60 və bu 60-ı vuracam riyaziyyat kitablarının düzülüş sayına. Yəni riyaziyyat kitabları 4 faktorial şəklində düzülür. Elə deyilmi müəllimlər? 4 faktoriala vuracam 60-ı. Bu da eləyəcək 1440, yəni C variantı.